İmam Hüseyin deyir, həl min nasirin yansuruni, canlandırın gözünün qabağında. Bir nəfər yoxdur mənə kömək eləsin deyəndə, cavab gəlməyəndə çadırdan, xeymədən xanımların ağlamaq səsi uzalır. Deyir, bu səslərin içində o körpə süləmər uşağın da səsi yayılır. Götürür uşağı, aparır düşmənin qabağına, deyir, əma tərəvnəhu keyfə yətələzzə ətəşə. Görmürsünüz necə susuzluqdan balıq kimi çırpınır bu uşaq. Mənlə vurursunuz, bəs bu körpə uşağın günahı nədir? Məni yandıran söz budur, bax. Seyyid İbn Tavus yazır ki, imam danışırdı, sözü ağzında qaldı. Çox pis şeydir adamın sözü ağzında qalır. Necə ağzında? İmamın sözünü necə kəsdilər? Ox atdılar, batdı uşağın boğazına, imamın sözü yarımçıq kəsildi. Başı düşdü qoluna, imam qalıb meydanda. Muxtar bir-bir qatillərdən intiqam alanda, birinə dedi ki, ay daş ürəkli qatil. Heç ürəyin yanmadı İmam Hüseynə. Deyir, o qatil dedi ki, o bir yerdə ürəyim yandı. Dedi, hansı yerdə? Dedi, Hüseyin körpə balası qucağında, bilmirdi meydana geçsin, bilmirdi qayıtsın çadırlara. Ax, xeymədə uşağın anası gözləyir, necə aparsın? O ləhzə ki